Masazır yenə su basıtdı, üzəcə geyriq aeroporta. Bu dəfə Sadiq və Sahib qardaşdan bir yerdə. Sahib deyir, burada qutab pişirlər aeroportun içində, təndirin içində zotda belə bükürlər. Şap. Sadiqin də heç vaxt iştahı olmur da. Mən istəmirəm, elə zorla dirəşdilər ki, sən də ye. Bir dənə ye. Nəysə, bir dənə pendiri qutab istədim. Təşəkkür edirik, çox sağ olun. Qutab Sadiqə ləzzət elədi. Mən sizə çox pul verəndə çox dadlı gəlir adama Harun. Hətta bir qutaba 4-5 manat verəndə ləzzət eləyər də adama. Amma həqiqətən pendiri qutab ləzzətli idi. Yola düşürük Qazaxıstan Aktauya. Aktauya düşən kimi başlayıram. Hey tunanla nə olurlar? Dur quruluş olsun. Bətminin maşınına bax. Zəhləm gedir samolyotdan, amma minməli yox. Son təyyarə hadisələrindən sonra vəbşəm narahatam. Narahat olma, yatmayacaqsan. Sənin gülükdən belə narahat olsan, narahat olma, buradayım, yaxşı. Əslində olan. Mənə ürətdirək verənlərə bax da. Adam yemək yedi, yatır kişi. Ayda, şimşəyə bax Sadiq. Görsən nə tərcə. Təyyarənin işığıymış, biz də panikaya düşmüşük. 45 dəqiqə zad elə gəlib Aktauya çatdıq. Sadiqlə mən pasport kontrolu keçdik. Sahibi deyəsən saxlayıblar yenə. Deyinən yazıq gəlir, pasportunda o qədər səfərlər, pesatlar var ki, hər yerdə saxlayıb bir saat sorğu-sual eləyirlər. Aeroportdan sağ-salamat çıxdıq. Qəşəng yağı var buralara da. Abi qardaş da bizi Aktauda qarşıladı, abraları gəzdirəcək. Gecə saat 2 işləyib otel axtarıq. Belə bir otel tapdıq. Gəlmişik otelə. Yer yoxdur. Öylük yorğunluqdan deyirlər 3 nəfərlik yatmağa yerimiz yoxdur. Əslində biz elə bu da foyədə yata bilərik. Biz otaq lazım deyil. Sahib, sən ki burada bizə belə yer versələr, bəs elə burada uzanardıq. Nəysə alınmadı. Getdik Sadiq. Gedək görək harda yatmağa yer verirlər bizə. Axşam saat 3-dür ölürəm yuxudan, namaz da qılmamışam. Hadi yemək hayındayım mən. Havası çox təmizdir. Çöldə yata bilərik, sən deyirəm bayaqdan. Bura qoysan hədiyyalı zadı, burada uzana bilərsən arada. Nəysə getdik başqa otel axtarmağa. Gəlib başdan özümüzlə kravat gətirək yarın. Gəldik bir başqa otelə. Ağuşuvu al yatım Sadiq. Konak adında belə bir otelə gəldik. Şükür abıda yer oldu. Bilmirik niyə amma dedilər lifti 2-2000. Həyatda sönmüşəm, deqansiyar Lift var. Ona görə deyirlər 2-2000. Lift əməlli başlı yerlənir. Girdik otağımıza. Yataqları zadı görüb sevindik ya. Elhamdülillahi Rabbil alemin. Bir adam yenə arxada sökür. Az yidə. Şəlləniflər ey. Oh, rahatçılıq nə yaxşı şeydə. Səhər açıldı, şəhərlə tanış olmaq vaxtıdır. Masonlara zada işarə göndərmirəm ha. Aktau Ağdağ deməkdir. Əslində elə də maraqlı bir yer deyil. Qabağıza çıxacaq şeylər elə Sovet dövründən qalma beton binalar, adsız küçələrdir. İnsanlarda da elə bir həyat eşqi ölüddür. Açığı biz abra qonaq çağırmışlar, o çağıran adamlar da işləri çıxıb Aktauya gələ bilməyibdilər. Mən də deyirəm abi yerdə nə çəkəsən ay qardaş, heç də yoxdur axı. Ona görə bu videomuzda ən çox yemək görməkdən təəccüblənməyin. Didoq ən azından fərqli təamlar yoxlayıb sizinlə paylaşaq. Qazaxıstanda özbək restoranına gəlmişik. Kabinetli, mabinetli belə bir restorandır. At lüləsi də, Adanayım mən də at lüləsi deyirəm. Yeyəcəksən qardaş, yeyəcək, at yeyəcək. Çıx o at fikrindən. Yox, get. Yol boyu Aktauya gələnə qədər bir dənə fikrimiz var idi ki, görək abi at əti nətə olan şeydir. At pizzası var burada. Sifariş verdiyimiz yeməklər gəldi. Bu at ətidir. Ha bu da ki pitidir. Piti şəkildədir qardaş. İndi bunu yoxlayarıq. Bu qablar qəribədir. Sadiq ilk dəfə at əti yoxlayır. Kişnəməyəsən amma. Qəşəngdir ha. Mən bəyəndim yəni. Biz də bir dadına baxaq. Qaviyyat ilə tamı gəldi. Hə. Sadiq orada nəsə eşələyir 5 saatda. Mən kök sevmirəm, Markov. 5 saatı markovları dənləyirmiş. Ha buna da Şubat deyilə görək nə tər şeydir. Şubat təbii dəvə südünün otaq temperaturunda təxminən 1 gün mayalandırması ilə alınır. Dəvə südündən ayran deyək də, prosta duz, qatıq, su zat əlavə olunmur. Bir yoxlayaq görək. Oy, Qızqırmış ayran. elə bir ki qızqırıb ayran. Mən amma sevdiyim üçün qızqırmış ayran bəyəndim. Sirkəli də elə bir. Ümumiyyətlə restoranlarında yemək zat çox ucuzdur. Deyilənə görə yerli cəmaət evdənsə restoranda yeməyi üstün tuturlar. Təbii ki, piti deyən kimi şəki yada düşür, amma bir də ablan pitilərini ədalətlə dəyərləndirək. Əskər yeməyi. Hərbidə zadda bozbaş verirlər. Əsər əlamət yoxdur yəni. Dedim bir mən də yoxlayayım. Elə bir ki, təzə gəlin köçüb təzə bişirib də, ilk bozbaşmış gibi. Yox qardaş. Amma piti ilə əlaqəsi yoxdur. Belə yəni nə bilim, yəni belə piti olmur. Özbək, Qazax xalqı öz milləti içərkən çaydır, sulardır, belə kasalarda içirlər. Mən də külqabı eləmişəm. Harun da Mən də külqabıdır bayaq. Qazaxıstan çörəyi bildiyimiz bizim o kojikdir. Yemək yerindən sonra yeyirik bunu. tadı başqa deyəməm. Sən sevirsən yağlı çörək oxşur Harun. Bu qəfə samı var. Əsl səhərli yeməyin, yağla, balla. Özdə xəmirində də tam var. Qəribə tam var. Ya biz təmiz un yemirik, ya da bu da təmiz. Məsələn, mango sosu ilə qəşəng gedər bu kompotu ilə. Batır içinə. Yekun olaraq piti deyil,
Düyünlə zatla, ətlə zatla belə gəldi. Mənim çox xoşuma gəldi, yaxşı idi. Uzun sözün qısası amma bizim mətbəximizə çatmaz. 888 qırğı. Zerkalli. Maraqlı yer deyə gəlib çıxdıq tarix muzeyinə. Sadiq, bunlar realdır. Hə, qurudulub əsl. Yazıqları. Muzeydən ötürü öldürüb qurutmayıblar da. Prosta yəqin ki ölüblər, sonra qurudublar. Bu da əsl uşaqdır, qurudublar ha. Mənə oxşayır da başın qırxıblar. Sadiq balam nə var? Millidir. Amma geyimin üstündə nəsə Julietta zat yazılmışdı. Romeo and Julietta. Toy günün gəlir Julietta. Bu da yəni Romeo'dur da. Türk adətən əsrdə ki qurtdan süd içirmişlər. Bəs filini üzü divara qoyublar. Nəsə qrexi var deyəsən. Sındırıblar da. Bura köhnə dövrlərdir ha. Bunlar da qurudublar ha. Çox qəşəngdir. Mən sizi çox xoşlayıram belə şey Harun. Sahib çadır boydasan elə. Gör kim kimə deyirik. Ərazisi çox böyükdür Harun. Bizim xəritə əyri veriblər, düzdür. Bax belə olmalıdır. Azərbaycan bu boydadır, Qazaxıstan bu boyda. 31 dəfə böyüdür bizdən ərazi olaraq. At belə olar, yoxsa bizdə kim Koroğlu atdan böyükdür. Qədim türk döyüşçüləri. Belindəki nədir o? Sazdır? Ox olar. Dəyişməyə zada getməyiblər, freestyle zad demirmişlər, döyüşürmüşlər. Sən ağlın cebindikilərə, reperlərə zada. Hey yo, dostum bura gəl. Zın. Tarix kitablarında da var ya bizdə. Oradan dağdan, qayadan aşağı qovub atarmışlar, düşüb ölərmişlər, öləndə də ovlayarmışlar. Ölən şey təzdən nətər ovlayırlar. Bu Qağayeva stil nədir? Geyinib keçsən oğlan olub da. Bunların bütləri olub, deyəsən. Logomu tapmışam, deyə hı. Ümumiyyətlə at heyvanı qədim türklərinin ayrılmaz bir parçası olub, hissəsi olub. Sonra nə qədər çox sevirmişlər ki, yeyiblər onu. Gönət abi. Səncə o pişik balası sevdiyindən yer söhbət oldu. Mən sevdiyimdən at yedim be. Sağ ol da, istəmirəm. Çox sağ ol. İçmişik. Bu necədir, deyəsən? O necə atılmışlar. Ağır silahlar olub yalnız. Gör onu əldə tutub 6 saat vuruşmaq, 3 saat vuruşmaq. Fiziki güc istəyir, yəni onunla əldə döyüşmək. Mən olsaydım bunu istifadə edərdim müharibədə Harun. Ən nazik, rahat. Narkoz aparatı zat o vaxtında. Özlərinin alimləri kəşf edib, deyəsən, görürsən. Sadiq, kassavın haçarını tapmışam buradan. Məndə dəyərli olan açar da kassanın içi boşdur. Ona görə açar belə qoymuşam. Qazan belə ayaqqabılar geyinməyib. Rapunzel'in itən ayaqqabısı deyə bu. Rapunzel deyil, Zoluşka. Rapunzel. Amma Sadiq, gümüşdəndir hamısı Sadiq. Təmiz gümüş. Məncə bu sırğadır. Bu qulaqdan asmaq olar ha. Nə soruşa bilərsən bu sırğadır? Aytası var, nizat ki, bilmirəm də. Muzeydə işləyən bilmir nədir. Muzeydən də çıxdıq, çox gözəl şeylər kəşf etdik, çox əyləndik, çox sevindik. Budur. Ha burada Dinadır, Aktauda ən böyük market, hipermarket. Ha bu da Fruktovi sadın fərqli meyvə şirələrini gördük, götürdük ki, yoxlayarıq. Alış-verişdən sonra namaz vaxtı idi, elə yönləndik yaxındakı məscidə. Qəşəng dəstəmaz kanalları var ha. Hamama oxşayır. İstidir özdə bura. Axşam oldu, aclıq gəldi. Dedik ki, bir əbbək yeyək. Aktao gecə həyatı. Hər yerə 5000, 3000, 5000. Gəldik əbbək yeməyə. Sifarişlərimizi verdik, yeməyimizi gözləyirik. Bura qardaş dedi ki, radiasiya var, nə var? Adamı yatırsan, təzə yenə yatmaq istəyirsən. Yatırsan, təzə yenə yatmaq istəyirsən. Məndə başqa heç bir ölkədə belə şey olmamışdı. Burada ancaq yatmaq istəyirəm. Yəni mən bir yerə gəlib doyunca yatmaq istəyirəm deyirsə olsa, Aktao tam sizə görədir. Şəhərdə belə bir şey yoxdur, amma yatmaq üçün əladır. Burada belə bir şey var. Gəlirlər belə, bizdə salfetka zat vermirlər, nə verərsən zat. Burada gəlib stolun üstünə belə qoyurlar. Sonra da nömrə zat da qoyub gedirlər. Ki qədər bu salfetkanı götürdünsə, bu nömrəyə şey atırsan, pul atmalısan. Sifariş vermişik, 40-45 dəqiqəmiz keçib, hələ də yemağımız yoxdur. Sushi ilə lüləni bir yerdə zakaz eləmirsən. Heç kim sushi ilə lüləni bir stola zakaz eləmir. Sushi tez hazır olur, lülə get. İndi deyərlər onu. Ananas var, sos. 50 dəqiqədən sonra gəliblər ki, bəs qarpız limonatı sifariş verirsiniz, qarpız limonatı yox. Düz 50 dəqiqə sonra ya zarafat. Biraz da tez deyərdim. Birazdan gələcək ki, sahibinin makaronun əti yoxdur üstündə. Sushinin hər şey var. Yoxsunu yoxdur bükməyə. Onlar açıq şəkildə verir. Artıq tam 1 saat ki, həsrətlə yemək gözləyirik. Və nəhayət mən sifariş verdiyim sushi gəldi. Şirin burada vilka gətiriblər. Sushi çubuqları yox. Eynən mənim stilimdə. Sushi dadlı idi yəni. Ola kim kimin yeməyinə girdi bəllidir öyle. Ümumi sifarişimiz əsas olaraq lülə idi, o da nəhayət 1 saatdan sonra gəldi. İlk dəfədə belə lülə görürəm. Bu çiğ köftə yox şeydir qardaş. Salat tası zad yəni. Fikir verin. Kotlet çörək. Çiğ köftəyə daha çox oxşayır. Bismillah. Manqalda pişib bu. Ha, manqalda bir şey. Setkada.
Mən Harun mimikasına tutdum. Lülə gözləyirdi, kotlet çıxdı. Ha, kotlet deyirəm. Gözdə bişməyib. 1 saat kotlet çörək gözləyir. Həvəslə 1 saat lülə kabab gözlə, o da axırda kotlet olsun. Afisantdan soruşdu o şimdi ki, bizdə ümumən manqal yox imiş. Allah bərəkət versin. Sahibdəki dayımız da əlimizi cibimizə atmağa qoymur. Nəsə, yeməyimizi yeyib bala-bala çıxdıq. Qazaxıstanın prezidenti deyəsən burada qalır. Yuxarıya prezident yazıblar. Ayda, bədənim, belim necə ağrıyır. Kaş ki. Ficama sağlamlıq mərkəzinə geyərdim. Gərginliyimi şok götürərdilər. Professional masajla da ağrılarım geyərdi, rahatlayardım. Sonra da hicama ilə bədənimdəki zirzibili tullayardıq. Əməlli. Bədənim dincələrdi. Həqiqətən abdakı həkimlər işinin professionalıdır. Boyun, bel, çiyin ağrısı ya da əzəllərdə gərginlik bir çox xəstəliklərdə bu mərkəzə üst tuta bilərsiniz. Aktauda son 2-ci günümüzdə yoluna Şakbakat adı nədir deyilən bir yer var imiş. Qayalar, zat qayaların içində qədim bir məscid, ona baxmağa. O ki, mən bu qəbirləri ilk baxışda həqiqətən villa zat bilmişdimi? Bunlar əməlli başlı villa tikiblər, ona bax, sadi. Bizdə şükür miymiş, Harun? Burada ağlı başlı villa, zat. Mən elə bildim ki, yaşayış kompleksi zat deyir ki, bura. Bir at əti olardı, yərdi ya. Bayquş kimi elə gedirik biz bu yolda. Heç nə yoxdur yəni. Bizdən başqa ümumiyyətlə heç kim yoxdur. Heç orada mağara var, yoxdur bilmirik. Harun da elə baxıb ardıcını görüb. Nə bilim, internetdə görmüşdüm. 100 kilometr gəlmişik. İnternet də tutmur. Yol demək olar ki, yoxdur yaman gündə. Çox dəhşət çətin yollarla gəlmişik. Heç kim də gəlmir. Şakbakata nə idi? Şahbat ata. Barış, buradan o tərəfə ümumiyyətlə yol yoxdur. Alçaq maşınla, endir maşınla Prosta bizim də maşınımız Ford Vision'dur. Bununla çətin gedək. Biraz da getdik, gördük, yox qardaş, abi maşınlıq deyil. Yollar yaman gündədir, heç kim yoxdur, set tutmur. Abi da qalacaq, tarixə qarışıb yox olacaq. Ona görə qayıtdıq geri. O marketdən soklar zad almışdıq, dedik, ablaları da bir yoxlayaq. Və təbii ki, Qazaxıstanın ən məşhur içkilərindən biri olan kumus. Abın elə zıqqana nəhayət ki, bir tə açdıq. Rajokla zatdan açdıq, bir tərəf prosta ağılır. Kumus at südündən düzənlənir. Bəzən çox qızğırdanda tərkibində spirt də yarana bilir, amma bizdəki alkolsuzdur. Özdə qazdı da, belə vujolladı qalxdı. Demək biz abıda danışırıq, elə sahib qardaşı içirik. İçdin Şeydir. Gözdə də biraz Biz şişir. hisslərimizi bildirəm. Eyni şeydir. Bismillah. Bu daha sərtdir. Qazı çoxdur. Qazından qağı sərtdir həm də. Çox qıcqırıb. Qıcqırmış qatıq süd olur, Bildiyiniz qıcqırmış da belə dibi yəni. Sahib belə bir kompot sürü iş tutar. Mən bəyənmədim. Sanki belə həvəsə düşən vaxtda yeməklə, zatla, nə iləsə bir şeylə, məzəli Şalmayla, şeylərlə, zatla, nəysə. nəsə məzəli şeylərlə gedər. Tək biraz şeydir. Südünü hiss edirsən, hələ də süd iyi gəlir. Yox. Ay sahib bu quduzlaşır ki. At quduzluğu keçir, natişdir məni. Kofe az qoyuruq, arada linka bizə dəstək olun ki, daha yaxşı bir yerlərə gedək. İstəyirsinizsə də, yəni 50 təbii ki. 60 manat pul yığılır da maksimum. Sən də Ora göndərilən plan ancaq şey kontentləri çəkdik, yemək Harun kontenti. kommunalzadə ödəyir ancaq onu. Qazaxıstan yerli kolasını yoxlayırıq. Coca-Cola deyil, normal kola. Belə də bizim yerli kolalar var ha. Yerli şirkətlərin kolaları, nə bilim o Full Moon, zat. Onlar bundan daha yaxşıdır deyə düşünürəm. Məncə də daha yaxşıdır. Mənim xoşuma gələn kola Azərbaycanda Jara kolasıdır. Jaradan reklam gözləyirik. Bu soklardan arada Azərbaycanda alıb içirik, amma imенно bu meyvələrdən görməmişdik. Bəlkə başqa marketlərdə var, biz görməmişik. Sən görmüsən? Bu meyvələrdən görməmisən də, mən də görməmişəm. Xırdalayırsan? Bir dənə onluğu verim, xırdalaram. Burada havasındandır, burada radiasiya çoxdur, tutub bunu. Məncə at şeydir, xumusdandır. Xumusdandır. O şimdi fərqli növlərini yoxlayacaq kitabına baxaq. Açı sanki heç yoxdur, sahib içib almışsın. Yer gəlmişəm, ikisindən də hündür amma burada prosta balaca stol veriblər mənə. Qalmışam burada. Birinci yoxlayırıq mandarin, apelsin, mango. Daha az tök, içə bilim. Bismillah, getdik. Sahib iç. Hamıdan qabaq gəzin. Qəşəng sudur. Qəşəng bir qarışımdır Ən çox yəni. manqonun dadı gəlir. Neçə qiymət bal versən? 5 verərəm hardasa. 5 məncə azdır. Hə, 7 verərəm də yəni. Burada banan, kivi, armud, alma. Belə qəribə bir qarışımdır. Onun tamı necə olur? Mən kivi, banan, armud. Bəlkə də bu mənə daha dadlı gələcək. Qəribə rəngi var belə. Qoxusu çox mükəmməldir. Bananın dadı var. Almanın da turşuluğu. Daha çox banan tamı hiss edirəm. Almanın da turşuluğu var. Armudla kividən əsər alan mən çox istəmirəm şeylər. O biri bundan daha qəşəng Mən yedir. də onu deyəcəkdim. Yəni o biri su bundan daha dadlı idi mənə Bəli, görə. daha dadlıydı. 4. Bu üçüncüsündən çox bu maraqlı gəlirdi, bu gilə meyvələrdən. Alma, çiyələk, moruq, qarağat. Bundan yaxşı nəticələr gözləyirəm. Çiyələyi sevirəm. Sən heç o birinə qiymət vermədin? Mangoya banan. ondan 7 verirəm, o birisine ondan 4 verirəm. Getdik gilə meyvələrimizi. Bismillah.
Bizə nəyə oxşayır? Qızdırma zad qalaxanda moruğu suya qatıb, çaya zada qatıb verirlər. Al iç. Bir dənə moruq tamı gəlir. Paket çay olur, moruq paket çay. Həvəslə içirsən, moruğun tamını verməyə başlayır, sonra təmiz tamı itir olur su. Yəni ən yaxşısı bunların içində mango idi. Elə bir ilk açdığımız, bundan sonradakılar da elə belə bir şey idi. Bu da ondan 3. Nədir deyirəm quduzdaşın da. Qaydan kimi peyvənd eləyirik. Qaydan kimi. Hər birimiz bilirik ki, Azərbaycana məxsus təyyarə Aktau yaxınlığında qəzaya uğramışdı və biz də gəlmişik həmin məkana. Özü iyi gəlir, hələ də. Fikir versən, yanıq iyi, hələ də var burada. Fayda şeydir bu Sadiq. Jiletdir, subhanallah. O zaman təyyarədən, hündürlükdən biraz qorxum var zaten. İzləyicilərin bir çoxusu bilir. İlk gün o eşitdiyim vaxtda çox onu elə bir ki, onun həqiqətən hiss eləmişdim də. Çünki hər zaman oturanda, bir qalxanda, düşəndə falan çox belə həyəcanlanıram. Onu eşitdiyim zaman dəhşət dərəcədə pis olmuşdum. Bu hadisədə ümumiyyətlə dünyasını dəyişmiş hər bir kəsin ailələrinə səbir diləyirik. Belə dəyərli izləyicilər, gəldik burada, yedik, içdik, gəzməyə bir şey yox idi. Yorulmuşam yeyib yatmaqdan. Radiasiya gətiririk özümüzdən. Birdən Bakıda sizi yuxu tutsa bilir ki, biz gətirmişik. Bu da burada da yatır. Nə deyirsən izləyicilərə? Məncə sahibi Oraya gəlməyin. Belə dəyərli izləyicilər, inşallah növbəti videolarda da görüşənədək kanalımıza abunə olub, videoları like etməyi unutmayın. Bir də aşağıda Coffee Al var linki. Bizə dəstək olmaq istəsəniz Çakçukdan ata bilərsiniz.